Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Mən Ataylin Əhmədov, məntiq üzrə təlimçi, son keçirilən vergi orqanları üzrə Respublika birincisinin müəllimi. İstədim sizlərlə bərabər bugün son elan olunan Naxçıvan Muxtar Respublikası üçün vergi müsabiqəsi ilə bağlı bəzi məlumatları verim. Yəqin ki, əksəriyyətiniz artıq bilirsiniz ki, 18 martdan etibarən keçiriləcək vergi orqanlarının müsabiqəsi üçün bəzi məlumatlar var. Qeyd edim ki, ilk olaraq imtahanda iştirak etməmişdən əvvəl birincisi 1 aylıq mart ayının 18-dən aprel ayının 18-nə qədər sənədlərin yerləşdirilməsi mövcuddur. Bununla bağlı mən aşağıda bəzi linklər yerləşdirəcəm videonun aşağısında. Oradan daxil olarsınız. Həmin linklərə daxil olduqdan sonra sizə lazım olacaq bəzi məlumatlar var. Onlardan ən əsas biri də məhkumluq haqqında arayışdır. Siz onu Asan xidmətdən və yaxud da ki, elektron formada MyGov azdan heç bir yere getmədən də müraciət edib əldə edə bilərsiniz. İndi bizə nə kimi bir proses olacaq? Bu 2 ay müddətində biz nələrdən başlamalıyıq və əsasən sənəd qəbulu üçün bizə nələr lazımdır? Demək dostlar, qeyd edeyim ki, hal-hazırda mənim önümdə də imtahan üçün rəsmi olaraq həmin n-taxis.gov.az-ın özünün bugün yaydığı məlumatlar var. İstərdim onlarla bağlı məlumat verim. Birincisi, bizim üçün imtahan sual sayı dəyişməzdir. 100 sualda qalır. İmtahan yenə 2 ixtisas üzrə keçirilir. Həm hüquqşünas üzrə, həm də ümumi ixtisaslar üzrə. Ümumilikdə hüquq ixtisası üzrə qanunvericilikdən 55 sual qapalı və 5 sual açıq olmaqla 60 sualdır. 20 sual məntiq və abstrakt düşüncədir. 10 sual rəqəmsal məlumatların təhlilidir. 10 sual isə dünya görüşünü əhatə edir. Amma ümumi ixtisaslar üzrə isə burada siz fikir verə bilərsiniz ki, artıq məntiqin abstrakt hissəsini 35 sualdan 40 suala qaldırıblar. Rəqəmsal hissəsini isə 15 sualdan 20 suala qaldırıblar və bu rəqəmsal hissə artıq 5 sual açıq olacaq. Dünya görüşü 20 sual standart olaraq yerində qalıb, açıqlanan məlumatlarda. Konstitusiyadan isə artıq bizdə 15 yox, 20 sual olur. Yəni, burada olan dəyişikliklər ondan ibarətdir ki, artıq biz 65 sual məntiq əvəzinə imtahanda 60 sual görəcəyik ümumi ixtisaslar üzrə. Və burada bizim gördüyümüz verbal hissə artıq yoxdur. Yəni, mətnlər növbəti imtahanda olmayacaqdır. Əlavə olaraq qeyd edeyim ki, siz bu imtahan ərəfəsində aprel ayının 18-nə qədər sənədlərinizi təsdiq eləməlisiniz. Təsdiq gəldikdən sonra isə may ayının 11-nə qədər, burada bir vaxt qeyd edilib, səhv etmirəmsə, bir bu hissəyə baxın. May ayının 11-nə qədər də dostlar, DİM-in bizim üçün şəxsi kabinet portalı var. Oradan 118 manat ödəniş edib qeydiyyatdan keçməliyik. Yəqin qeydiyyat vaxtı açıqlanacaq ayın 18-dən sonra olacaq, çox böyük ehtimal. Əlavə olaraq da burada dəyişən digər şey isə əvvəllər imtahan 94 manat idik, bundan əvvəlki. İndi olub 118 manat. Plus da ki, burada yəni indi yəqin mən bu videonu çəkmişəm artıq saat bugün ayın 18-dir, amma axşam saat 1-ə işləyib. Çox böyük ehtimal sabah səhər saat 11:00-dan sonra qeydiyyat açılacaq. Və qeyd edeyim ki, bu imtahan kağız daşıyıcılar üzərindədir. Yəni, kompüterdən keçirilməsi nəzərdə tutulmayıb. İmtahan Naxçıvan şəhərində keçiriləcək. Düzdür, bundan əvvəl keçirilən Naxçıvan imtahanında 2023-cü ildə də Naxçıvanda keçirilən imtahanlar üçün burada Naxçıvan qeydiyyatı olmayan Azərbaycan vətəndaşlar hər birisi imtahanı iştirak edə bilirdi. Yəqin DİM bu imtahanda ola bilər ki, bunu nəzərə alacaq. Əgər Azərbaycandan daha çox müraciət olsa, imtahan hər 2 yerdə keçirilə bilər. Həm Naxçıvan Muxtar Respublikasında, həm də Azərbaycanda, yəni Bakıda da bu imtahan baş tuta bilər. Təbii ki, yenə qeyd edeyim ki, bu DİM-in özünün bir qərar verəcəyi bir hissədir. İstədim bu məlumatları da sizlərlə paylaşım ki, sizlər də bilmiş olasınız, artıq rahat olasınız. Və bir də digər bir hissəyə də qayıdım ki, kimlər ki, məhkumluq haqqında arayışı 6 ay bundan əvvələ qədər alıbdırsa, yəni məsələn 3 ay bundan əvvəl məhkumluq haqqında arayışı alıbdırsa, yenidən müraciət etməyə bilər. Yəni o artıq məhkumluq haqqında arayışın müddəti 6 ay keçərlidir. Digər ətraflı məlumatlar üçün də sizlərə aşağıda videonun link bir yerləşdirəcəm. Ora daxil olarsınız dostlar, o linklərdən baxarsınız. İnanıram ki, həm sizin üçün faydalı olmuş oldu bu video, həm digər imtahana getmək istəyən dostlarımız üçün də faydalı olar. Hər birinizə uğur arzu edirəm. Qoy hər bir şeyin yaxşısı gəlsin, sizləri tapsın. İnşallah sizlərlə imtahana yaxın yenə görüşərik.